Yine de selam dostlar. Türk Dili Federal Platformunda bəzi baxış açıları və hətta tənqidi baxış da mənim fikrimə və danışığıma olubdur ki, bu ikinci danışıqda o yeni fikirlər, istidlallar və o tənqidlərə toxunmaq istəyirəm. Məncə çox önəmli məqamdır bu dil məsələsi və dil haqqı məsələsi. Deyilir ki, niyə başqa millətlər, yəni başqa qeyri-fars millətlər öz siyasi proqramlarında dillərinin rəsmi olmasını fəqət istəyirlər. Amma biz birlik olaraq Türk dilini İranda ölkə çapı, ölkə boyu rəsmi dil olmaq istəyirik, yəni platformumuzda. Bunun cavabı çox aydındır. Yəni həddindən artıq aydındır məncə. Başqa millətlər, Kürdlər, Ərəblər, Bəluçlar, Lorlar və ya başqaları onların kəmmi cəhətdən, yəni cəmiyyətlərinə görə İranda bu zehniyyətdə ola bilməzlər ki, onların dilləri ölkə boyu bir rəsmi dil olsun. Çox normal olaraq onlar proqramlarında öz dillərini, öz bölgələrində rəsmi olmağını istəyirlər. Çox da gözəl. Türklər İranda nə Kürdlər kəmmi cəhətindən, nə Ərəblər, nə Bəluçlar, nə başqa millətlər ki, İranda vardılar, o səviyyədə deyirlər. Bildiyimizə qədər, hətta az, çox da nəzərdə tutsaq, hələ faslarla da biz 40%, onlar 35%, 30%lər, hər halda bu iki millət, yəni fars dili və türk dilinin sayı cəhətindən və kəmmi cəhətindən bir səviyyədə bir dayanan bir nöqtədədirlər. Ona görə biz özümüzü bir azınlıq kimi hakim millətin qabağında görə bilmərik. Görməyimiz zərərdir. Zərəri oradadır ki, biz özümüzü kiçik görsək, başqasının da bizə baxışı o formada olacaq. Dil siyasətində biz özümüzü azınlıq kimi aparsaq, bizim cəmiyyətimizin üstünə də o fikri ki, təbliğ edirik, onun üstünə də təsir qoyacaqdır. Biz bir azınlığıq. Öz bölgəmizdə dilimiz rəsmi olsa yetər. Ona görə biz o birisi millətlərlə heç zaman elimizi müqayisə edə bilmərik və dil siyasətində onlarla bağdaşa qurmamalıyıq. Bəlkə özümüz üçün müstəqil bir siyasətimiz olmalı lazımdır. Mən misalə eləyə bilərəm, aparım Kanada Kebeklərə ki, orada da Kebeklər, Fransızlar əqəlliyyətdədirlər, öz bölgələrində rəsmi dil istəyiblər. Və ya Katalanlar İspaniyada dəqiqən dillər ya bir yazınlıqdılar, öz bölgələrində rəsmidir. Hətta görürük ki, Əraq modelində 16% danışılan Kürd dili sərasəri dil olur. Biz burada 40%. Deyərsən farslarla bizim sayımız elə bir normal halda bərabərik. Bərabər olsaq, bərabər ol istəməliyik. Yalnız bu deyir ha. Bu istidlal bir bölümüdür ki, niyə biz o birisi başqa millətlərin siyasi parti proqramları ilə ola bilmərik? Ondan sonra çox bir mühüm məqama burada işarə olunub ki, niyə Hindistanda ingilisi dil, əsli dil gəlir? Baxmayaraq ki, heç danışmır o dildə. İngilistanda ingilisi yoxdur. Bu, mənim zehnimdə bir taza bir istidlal aiddir. Fars dili keçən 100 ildə irtibati dil olmayıb. Dillərin yerinə oturub. Və bu dil indi, özü də işarə edirsiniz ki, necə hətta indi də bizim əlaqələrimiz otururuq başqa millətlərlə danışanda fars dilinə istifadə edirik. Yəni bir istismarı siyasətin çərçivəsində bir dənə dil siyasəti sürülübdür və bu dil bizim sümük və iliyimizə işləyibdir. İngilis dilinin rəsmi dil olması Hindistanda cəmiyyətin ən azı elitin iliyinə, sümüyünə işləməkdən ötürü də orada qalıbdır. Fəqət orada deyil ki, gedək Əlcəzairə. Əlcəzairdə ingilis dili götürməyiblər. Fransa dilini götürüb öyrənməyə. Niyə? Fransa istismarının altındaydı. O Fransa dilini onun iliyinə, sümüyünə işlədiblər. İndi də Fransa dili orada üstün bir mövqedədir. Və Əlcəzairdə ingilis danışmazlar. Bəlkə Fransa danışırlar. Burada istəyirəm onu deyim ki, burada Fransa dili və ya ingilis dilinin əhəmiyyəti söz konusu deyil. İstimarın üstünlüyü söz konusudur. Yəni istimar deyir ki, hansı dildə danışmalısan və hansı dilə əhəmiyyət tapmalıdır. O iki dəqiqən İranda fars dilinə görülübdür. Bəlkə biz şanssız millət olmuşuq ki, geriyə qalmış bir ölkədə daxili müstəmirə kimi olmuşuq və fars dili bizim üstün dilimiz olubdur. İndi isə bu siyasəti götürəndə, kəmmi cəhətdən bərabər nəzərə alanda biz bunu bir arman kimi, bir istək kimi, bir çox yüksək istək kimi, hətta kültürel bir istəkdir bu. Kültürel bir həqdir. Biz də əgərsə məsələn cəmiyyətin 35-40% və farslar da o qədərdirlər, bərabər hüququmuz dil konusunda olmalı lazımdır və ölkə çapı rəsmiyyət tapmalı lazımdır. Bunu deməyimiz bu demək deyil ki, biz bunu bu günləri onu gerçəkləşdirəcəyik. Dostumuz demişkən bizim gücümüz yoxdur zaten onu gerçəkləşdirməyə. Amma biz bir idə, bir düşüncə, bir istək, tarixi istəyi meydana qoyuruq və bu vasitə ilə o tarixi istəyi gələcəkdə bəlkə heç biz görməyək, gələcəkdə nəsillərimiz görəcək. Bu cür bir istək var. Ölkə boyu rəsmi olması dilin. Ondan sonra mən düşünürəm ki, bizim üçün
üçün çox pozitiv rolu var. Fars bölgələrində yaşayan türklər bu söz ki, türk dili İranın mərkəzində ölkə çapı rəsmi dil olmasıdır, ona qürur verər. Bizə əsasən qürurumuzu sındırmaqla məhv ediblər. Ona qürur verər, şən verər, ruhun dirildər, ona görə çaba göstərər. Bizim bu siyasətimiz normal insanların ki, küçədə bazada yaşayırlar, işçidirlər, müəllimdirlər, ya hər bir yerdə çalışırlarsa, bu plan onları təşviq eləməlidir, meydana gətirməlidir. Düzdür ki, biz bunun gücümüz yoxdur. Amma biz bir dənə plan qoymalıyıq. İndidən ona fikri zəmin yaratmamız lazımdır. Əfkar ümumi yaratmamız lazımdır. Bu tələbi cəmaətimizin üstə yaymamız lazımdır. Bəzi şeylər lazım deyil bu gün bizim gücümüz olsun ona əməl eləməyə. Amma o düşüncəni, o istəyi meydana qoymalıyıq və onun əsasında hərvic edib cəmaətin içinə yaymalıyıq. Məncə bu fikri ki, deyir, dillər rəsmi olsun deyə yetər bizə yazaq orada. Yəni, başqa qeyri-fars millətlər kimi bunun çox böyük bir xəta var içində mənim nəzərimlə. O da budur ki, birincisi özün azınlıq görmək, bir əqəlliyyət kimi məsələyə yanaşmaq. İkincisi, millətimizin, kəmiyyətimizin özəl mövqeyini bu siyasəti seçmədə nadidə tutmaq. Amma yenə çox bir dənə özəl bir dəlilim var ki, bu yanlış bir yoldur. Ki, biz yalnız dillərin rəsmi olmağını istəyək. Bugün İranda partiyalar vardılar ki, əsasən rəsmi dilin olmasını istəmirlər. Hizbi kommunist qaricəri olan bir dil İranda rəsmi dil olmaz. Siz özünüz fikir eləyin ki, biz deyək İranda ölkə çapı rəsmi dil olmasın. Onun mənası nədir? Əməldə mənası nədir? Onlar bir dövlət ki, heç bir dildən istifadə eləməsin. Məclisin dili, dövlətin dili, polisin dili, məhkəmənin dili, məktəblərin dili. Yəni onlar ki, orada bir rəsmi dil yazılmasın, amma tüm yazılmayıb, pəs dillə istifadə olmasın. Diqqət edin ki, əgərsə bunu yazmayaq ki, rəsmi dil, ölkə çapı nə olsun, onun mənası budur ki, fars dilinin, rəsmiyyətin ölkə boyda tək bir dil olaraq rəsmiyyəti tanımışıq. Yəni bunu rəsmiyyəti tanımaq həman istimari siyasət ki, 100 ildir bizim millətimizin əleyhinə və bizim dilin əleyhinə gedib onu rəsmiyyəti tanıyırıq. Burası çox önəmlidir. Yəni son istidlalım hər zatdan həyati bir önəmli istidlaldır. Ki, bizim türk dilinin ölkə çapı rəsmiyyəti yerləşdirməsəqsə platformumuzda istimari siyasəti boynumuza almışıq. Ona görə mən kəsinliklə, hətta fikirlərim bizim ən önəmli nöqtə gələcək qurma planı bu platformun içində yalnız elə bizim dil bəndimizdir. Başqa şeylərin haqqında qabaqca yazılıb, biraz təbiidir biz təfavütü bir şeylər orada yazılıbdır. Təəssüflə istiqlal tələb qurumlar bu aşamada da əmələn fars istimarının, yəni bu dil üstünlüyünə təyid vurulur. Çünki deyirlər ki, biz buranı qopardıq, aparacağıq, fars dili də Tehranda rəsmi qalsın. Yəni istiqlalçı siyasət və düşüncə bugün fars dilinin xidmətindədir İranda. Çünki o siyasət istiqlal gerçəkləşməyəcək, amma fars dilinin üstün rolu gerçəkləşəcək İranda. Çünki istər-istəməz dövlət o dildən istifadə edəcək, başqa dil məna tapmasa və olmasa və təklif olunmasa və fikri olunmasa meydanda. Ona görə mən tamam dostlardan istəyirəm ki, qəşəng düşünsünlər. Bu platformu da Türk dilinin ölkə boyu rəsmiyyətini saxlayaq bu xalqın gələcəyi üçün və bu məmləkət istimari düşüncənin qısıtlamaq üçün, bir tərəfdən də bərabər haqqın təmin etmək üçün iki ölkə boyu rəsmi dil İranda lazım və gərəklidir. Bu vasitə ilə ümumiyyətdə bir dənə yeni əndişə və mübahisə yaradılır toplumda. Danışılsın, mübahisə olunsun, yazılsın, müsahibələr olunsun, sonra yavaş-yavaş bir yol kimi göstərilsin. Bu danışığıma qulaq asmağınız üçün təşəkkür edirəm.